ötən həftə, yox, daha doğrusu 2 həftə öncə Əkbər Nəcəf Hoca və Telman Üzrətoğlu'nun çox maraqlı bir fundamental əsərinin təqdimatında oldum. Bu gün də geri gəlmişkən həmin kitabın Xəzər Universitetində gözəl bir təqdimatı keçirilib. Dostlar paylaşırlar, təəssüf elədim ki, orada ola bilmədim. Paşa bəy, bax siz dediyiniz və hər zaman bu qırmızı masada da müxtəlif tarixçilərin, elə Əkbər Nəcəf Hocanın özünün də dəfələrlə səsləndirdiyi fikir. Biz bu coğrafiyaya tam baxmasaq, biz bu coğrafiyanın hər bir köşəsinin, hər bir devlətinin bizimki olduğu şuurunu mənimsəməsək, biz bu cür mübahisələri tez-tez yaşayacağıq. Bax, bu tarix kitabı məhz həmin o ortaq tarix şuurunun formalaşdırılması məqsədi ilə yazılan çox önəmli bir tarix əsərdir. Mən çox xahiş edirəm ki, Türk Devlətləri və Mədəniyyətləri tarixi kitab mağazalarında var. Əziz dostlar, alın, oxuyun. Mən yarıya qədər gəlmişəm. Çox qalın bir kitabdır. 1200 səhifədən aşkındır və doğrudan çox maraqlı bir baxış sərgiləyir hər iki hörmətli bizim alimimiz Telman bəy və Əkbər Nəcəf hocamız.